Hər kəsə salam. 2025-i xilas edirəm gün 6-ya. Xoş gəlmisiniz. 30 gün 30 mən marafonumuzda ya da 30 fərqli mən marafonumuzda bu gün də fərqli bir mətbəxdən fərqli bir yemək sınamaq istədim. Həmin yeməyin reseptindən, resept dəftərimdən hansı məhsullar lazımdır deyə kənara vərəqə köçürdürəm və başlayırıq həmin tərəvəzləri tapıb yumağa. Deməli bizə lazımdır. Yəni bu İnsan sayına görə dəyişir. Mən tək özüm üçün hazırlayırdım. Bir pomidor, bir biber, bir xiyar, bir də bir diş sarımsaq və bir soğan bəs eləyir. Deməli tərəvəzlərimizi yaxşı-yaxşı yuyuruq. Ondan sonra doğrayırıq. Qəşəng sərgə-sərgə doğrayırıq. Bu yeməyin adı nədir? Yəni inqridiyentlərdən də gördüyünüz üzrə pendirsiz çoban salatıdır. Və mən hətta deyərdim müasir çoban salatı. Çünki ənənəvi çoban salatı necədir? Bıçaqla kəsirsən, çəngəllə qarışdırırsan. İndi burada blenderlayırsan axı. Ona görə müasir çoban salatı deyərdim. Amma digər müəlliflər belə düşünməyib və qərar veriblər ki, bu salatın adını gazpacho qoysunlar. Nəysə, burada da sarımsaqla can çəkişirəm. Hələ soğanı, yəni soğanda dəri qalmadı, qat qalmadı. Amma olsun. O qədər az idi ki, indi növbəti kadrlarda danışanda görərsiniz ki, deyirəm ki, çox acılıq verib. Bəli. Baxmayın ki, balaca bir şeydir, amma acılığı bəs eləyir. Hə, bu da qara çörəkdir. Əslində qurumuş çörək lazımdır, suxari tipli. Amma mən qara çörəklə də, yəni okey idi, bəyəndim. Sonra keçirik blenderlama mərhələsinə. Blenderlama mərhələsində əslində siz duz, istiot və pul biberi burada da qata bilərsiniz. Sadəcə mən şov olsun deyə şeydə qatmışdım. Dizayn verəndə, yəni artıq yeyəndə sunum hissəsində eləmişdim. Yəni burada sanki ömrünüzdə heç bir yeməyin blenderdan çəkildiyini görməmişsiniz kimi blenderi hər kadrdan götürmüşəm. İlk olaraq çörəyi qatmamışam. Çörəyi, bir də zeytun yağını başda deməyi unutdum. Zeytun yağına da ehtiyacımız var bizim. Çörəklə zeytun yağını axıra saxlamışdım. Nəysə, indi də burada tökürəm. Yəqin ki, dəzgahın üstünə də tökmüşəm. Daha bilmədim, görməmişəm. Sərgiyə salırıq və çörəklərimizi, bu da bəzək üçün olan çörəklərdir. Bir qəşəng olardı üstünə nanə yarpağı da qoysaydım, amma anam evdə deyil deyə nanə yarpağın yerini bilmirəm. Nəysə, bəzədik, düzədik, indi də dadına baxaq. Bəli, ümid edirəm ki, eşidirsiniz. Amma eşitmirsinizsə də əlavədən səs yazmaq məcburiyyətində qalacağam. Problem yoxdur. Deməli, bütün hazırlama mərhələsi bitdi. İndi daha çətin mərhələ gəlir. Yemək mərhələsi. Sizə bir sir verim. Qabların hamısı tökülüb qalıb. Anam evə gələcək və olacaqlardan mən samimi deyiləm. Bu arada mən ağlım elədiklərimdən peşmanlıq duymuram. Yeni olsa yeni eləyərdim filan. Sadəcə bir problem var. O da çox olmağıdır. Nəysə, tam güya şov olsun deyə duzu, istiotu və pul biberi qatdım. Dekor kimi qatdım. İndi yeni görəcəyik dadı necə olduğunu. Dənə çörək, qara çörəkdən alaq. Sırf bundan ötürü gəlib qara çörək almışam. Hamısının bir son istifadə tarixindən baxmışam ki, çünki qara çörəkləri səhv xatırlamıramsa sadəcə ya 5 ya 3 günlük bir müddət qoyurlar. Yəni son gün olmasın da ilk gün olsun deyə. Nəysə, hadi bismillah. İndi yəni insanın ağlına belə bir sual gələ bilər. Niyə? Bəli, mən də bilmirəm niyə. Yəni, məni nə vadar elədi də belə bir şey sınamaq istədim. Yəni, tam dadı qəşəkdir, ona deyəcək bir sözümüz yoxdur. Dadı əla, hər şey yerində, qaydasında. Amma nə gərək vardı? İnsan bir sorğuluyur, nə gərək vardı? Bilirsiniz, orada qırmızı, ana dilində danışmaq istəyirəm. Orada qırmızı soğan var idi. Qırmızı soğan, bənövşəli soğan artıq da rəngli bildir. Sarı olmayan. O soğanın nə acılığı varsa buradadır. Və mən ondan əlavə getdim, pul biber tökdüm. Qara biber tökdüm. Alqışlayırıq. Kölgəyə bax arxada. Göyə çox işıq açdım ki, belə lüks, klas olsun. O da hər yerdə kölgələrim var. Nəysə. Biz necədir? Eləyərəm, yeyərəm, superdir, dadı əladır. Yeni bir tarif sınadıq. İspaniya mətbəxindən gazpacho. Amma çoban salatına nə gəlib? Çoban salatına nə gəlib? İnsan sorğuluyur.
Bir də bu o qədər çoxdur ki və mən bunun hamısını yeməliyəm. Bəli. Siz yanına nə istəyərdim? İndi deyəcəksiniz ki, hani 30 gün 30 məndir, 30 fərqli məndir, sağlam həyatdır, sağlam yaşayışdır. Arkadaşlar, gəlin qəbul edək ki, bəzi qidaların yanında sadəcə kola həmin o ləzzəti verir. Yəni sonra indi deyəcəklər ki, kola tərifləyirsən. Kolanın pulsuz reklamını eləmirəm mən burada. Həqiqətlər deyirəm ki, yəni bunun yanında bir kola gedərdi. Amma mən sağlam yaşayıram deyə kolaya yox dediyim üçün bunun yanında çay içəcəyik. Təbii ki, bu bitəndən sonra. Ağzımın da yırtığı var ya, yəni 2 qram boğazıma, 5 qram ağzımın qıraqlarına gedir. Heç bilmirəm, səsim gəlir ki, yoxsa gəlmir. Eyni suyunu, yəni dad qəşəngdir, həqiqətən dadı qəşəngdir. Problem dadında deyil amma. Problem çoban salatı varkən bunu niyə belə mərci supu halına salmaqdadır? Mən sizə göstərdirdim axı. Töküldü stolun üstünə. Tamam, təmizlədim. Hər şey qaydasındadır, hər şey yaxşıdır. Və unutmuşam ki, anam onsuz da YouTube videolarımı izləyir və videodan xəbər olacaq. Olsun, olsun. Biz nə deməyi unutmuşam? Dünən gün 4, yox, gün 5 idi də. Nəysə də axırı dünənki videoda hazırladığım jelilər var idi. Düşünürdüm də jel olacaq. Olmadılar. Fail. Biz necədir? Əslində o qızın tarif elədiyi, yəni resepti götürdüyüm qızın tarif elədiyi dad var. Amma biz nə yoxdur? Jelibon kıvamı. Düşünürəm ki, mən az qatdım yəqin ki jelatini. Çox qatsaydım daha şey olardı, yaxşı olardı. Hə, biz bunun üçün nə vurmamışam? Balzamik sirkə. Çünki mən bilmirəm balzamik sirkə nədir. Yəni balzamik sirkə nədir bilirsiniz siz? Mən bilmirəm. Neçə mağazaya baxmışam ki, görüm balzamik sirkə nədir. Belə başa düşdüm ki, mağazalarımızda bilmir. Çünki tapmadım. Tapmadım deyə də vurmadım. Böyük bir şey dəyişdirəcəkmi? Yəni bu reseptin içində inanmıram. Dəyişdirsə də artıq umrum dışı. Yəni belə hal yaxşıdır. Sağ olun.